uşağın videosunun altındakı rəylərə baxdım və məni həddindən artıq çox narahat etdi. Bir uşağın mimika və özünü ifadə etmə tərzinə görə onu məsxərəyə qoymaq bu artıq sadəcə bir rəy deyil. Bu açıq şəkildə bullyingdir. Ən düşündürücü məqam isə odur ki, bu rəy yazanların əksəriyyəti yetkin insanlardır. Halbuki unutmamalıyıq ki, uşaqlar hələ inkişaf mərhələsindədir. Onların özünə inamı əslində cəmiyyətin reaksiyaları ilə birbaşa əlaqədardır. Hər bir uşağın ləyaqətinin və psixoloji sağlamlığının qorunması vacib məsələdir. Bu həm etik məsələdir, həm də beynəlxalq səviyyədə qəbul olunmuş bir prinsipdir. Sosial şəbəkədə yazılan bir rəy bizə çox kiçik görünə bilər. Amma həmin sözlər bir uşağın öz dəyərinə, öz güvəninə ciddi şəkildə təsir göstərə bilər. Buna görə də çalışın uşaqlarla bağlı olan məsələlərdə daha diqqətli və daha məsuliyyətli olun. Unutmayaq ki, hər bir uşaq hörmət və anlayışa layiqdir.